Hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Əziz izləyicilərim, bugün sizə ev şəraitində çox dadlı və yumuşaq pendir hazırlanmasını göstərəcəm. Əgər sizin üçün də maraqlısa, kanalıma keçid edib, videomu sona qədər izləyib, bəyəni atıb abunə olmaq unutmayın. İnəkdən südü sağıb, süzüklər təmiz, 8 litr süd alındı. Qazana töküb ocağın üzərində isinməyə qoydum. Süd çox qaynar olmamalıdır. Əliniz biraz isindi, artıq mayasını tökdüm. Maya da bir xörək qaşığı 8 litr südə əlavə edib qarışdırdım. Ağzına qapağı qoyub 20-25 dəqiqə dinləməyə qoydum. Artıq mayalanmışdı. Mən bıçaq vasitəsilə 4 yerə bölüb torbanın içərisinə tökdüm. Onu da qeyd edim ki, torbanı möhkəm sıxdırdım. Yəni boş olmamalıdır. Üzərinə də ağır bir dənə daş qoydum. Daş olmasa bir dənə qazanın içərisinə su qoyub ağırlıq qoya bilərsiniz. Yəni əsas o da ağırlıq olsun. 20-25 dəqiqədən sonra pendirim mayalandı artıq. Çox da gözəl alındı. Bunu da qeyd edim. Videonun çəkilməyində qardaşımın, yoldaşım mənə çox böyük dəstək oldu. Ona öz təşəkkürümü bildirirəm. Allaha amanat olun. Göz haqqınızı halal edin. Allah hər kəsin ruzisini bol bərəkət eləsin. Hər birinizə öz təşəkkürümü bildirirəm.